Salam, hər vaxtınız xeyir, hər birinizi xoş gördük. Yenə də salamlayıram. Yəni, əsəb oluram, hər şey oluram. Özümü zorla saxlayıram. 2011-ci ildən də, 12-ci ildə, 11-in axırı, 12-nin əvvəllərindən. Azərbaycan Respublikasında silahlı qüvvələrdə xidmət etmişəm. Silahlı qüvvələrdə xidmət etdiyim müddətlərdə bircə il Bakı şəhərində yerləşən Ensari hərbi hissədə olmuşam. Qalan xidmət illərimi cəbhə xəttlərində olmuşam. Tərtər demirəm, Goranboy demirəm, Ağdam demirəm, başqa cəbhə xəttləri demirəm. Vallahi buralarda olmuşam. Bir sıra xidmət yerlərində olmuşam. Bir sıra döyüş tapşırıqlarında olmuşam. Bir sıra işlərdə verilən tapşırıqlarda olmuşam. İxtisasıma uyğun nə olubsa onları hərəkət eləmişəm. Nə əmrlər var, onları icra eləmişəm. Nə göstərişlər var, onları icra eləmişəm. Nələr var, icra eləmişəm ki, vətən torpağı işğalda, o vaxt işğalda olan vaxtlar. Qoy heç olmasa mənim də bir köməyim dəysin. Azca olsa, bir damla da olsa mənim də köməyim, mənim də əziyyətim düşsün. Yaxşı, başa düşdük. Hamısı var, sağ ol, Allah rəhmət eləsin. Şəhidlərimiz də oldu, qazilərimiz də var. Mən də düz xəsarət aldım. Mən indi hal-hazırda təqaüd alıram. Cənab Prezident tərəfindən ayrılan təqaüdü də alıram. Pensiya da kəsilibdir dövlət tərəfindən. Bunu başa düşürük. Yaxşı, mən çatmır ki, mən haqqımı tələb edirəm, mənim haqqımı niyə batırırlar? Mənim niyə səsim? Mən indi vəkalətimi 2023-cü ildə atama vermişəm. Daha atamın ixtiyarındadır. 3 illik vermişdim atama. Atama vermişəm. Və yaxşı, niyə mən haqqımı tələb edirəm? Haqqımı niyə baxmırlar? Mən xəstə canımla neyiniyim? Bax, mənim anam onkoloji xəstədir. 2016-cı il aprel döyüşlərində mənim anam qorxu keçirtdi mənə görə ki, oğlum aprel döyüşlərində, döyüş meydanında xəbər verməmişdim ona görə. Xəbər vermədiyimizə görə qorxu keçirtmişdi. Valideyndir, qınamıram, o da valideyndir. Mən də başa düşdüm ki, valideyndir. Yaxşı, biz başa düşdük. Biz mənim haqqımı yeyənləri niyə bunlar baxmır? Bu aşağı vəzifəli məmurlar hara baxır? Cənab Prezident inanıbdır ki, bunlar aşağı vəzifəli məmurlar cəmaatın şikayətinə baxsın da. Yəni səsi bizə gəlib çatmasın da, aşağıdan icra eləsinlər, aşağıdan baxsınlar, problemləri həll eləsinlər, xalqın problemlərini həll eləsinlər. Vallahi mənim bir nazir daim olsaydı, vallahi mənim arxam olsaydı, bəlkə də mən belə problem yaşamazdım. Belə bir problemlə üzləşməmişdim. Nə mən məhkəməni ittiham edirəm, nə icra hakimiyyətini ittiham edirəm, nə kimlərsə. Mən sözümü deyirəm, yəni haqqımı tələb edirəm. 1500-dən artıq pul kimə ki pul üzr istəyirəm, atıbdırsa, o dələduzluq sayır. 100 manat mənim pul götürür, mənim xəstəliyimdən istifadə edeyim, mənim özümdə olmamağımla, gözümün görməməyindən, başımın getməyindən, yəni kimi olmam. İndi dünən yox, sırağa günü bir dənə üzr istəyirəm, üzünü məyəninizin altında bir dənə bir şərəfsiz bana bir zəng elədi. Əsəbimdən söylədim, yerimdə dondum qaldım, yerimdə qurudum qaldım vallahi. Qurudum qaldım, kimi olmuşam. Elə olur ki, əsəbimdən kimi oluram. Cavab verə bilmirəm kiməsə. Vallahi Quran and olsun, baxın da baba bu dərmanlarla yaşayıram. Bu dərmanlarla yaşayım. Hansı ilə? Mən necə yaşayım? Yaxşı. Mən yaşayışımı bir sözlə belə pis olmasın nətədir. Gülünc söhbət olmasın. Mən yaşayışımı itirmişəm artıq. Öz həyat tərzimi itirmişəm da. Çünki daha tam son həddə də gəlib çatmışam mən. Son həddə çatmışam. Mən neyniyim, kimə deyim dərdimi mən? Kimə çatdırım dərdimi? Cənab Prezidentə dərdimizi çatdırırıq. Kuratorlardır, kimlərdir bu aşağı vəzifələrin kuratorlar var. Onlar oradan qoymur, sustururlar. Bu cinayətkardır, bu dələduzu hara qaçırmısın? O şərəfsizlər var ki, dövlətin bayrağına tüpürür, dövləti təhqir eləyir, dövlətə qarşı çıxır, dövlətin qazisinə, dövlətin şəhidinə, bu dövlətə xəyanətdir da bu. Dövlətə xəyanət edib də bu beləsi. Beləsi də sizdə mənə bağışlayın, anasının bacısını erməniyə satandır da. Niyə mənə şərait yaradır, bu aşağı vəzifəli məmurlar? Bu aşağı vəzifəli məmurlardan mənim heç nəyim yoxdur. Mən pul istəmirəm onlardan. Deyirəm ki, mənə pul gətir.
Sevmirəm elə şeyi. Sevməmişəm. Öz haqqımı tələb eləyirəm ki, mənim haqqıma görə o cəzalanmalıdır. Cəzasını tələb eləyirəm. Mənim niyə xəstəliyimdən istifadə ediblər bunlar? İmennoyda birbaşa olaraq Tağıyev Məhərrəm Mahiroğlu, Kəlbəcər rayon susuzluq kənd sakini, Tərtər rayonunun Sarıb kəndində qalır. Atasına da şeytan Mahir deyirlər. Niyə baxılmır? Niyə baxmır buna? Niyə Kəlbəcər məhkəməsi üzümüzə qaytarır sənədləri? Sənədi niyə qaytarır? Sizi də narahat eləyirəm. Valla siz də bir qadınsınız. Siz də bizim namus, qeyrət simvolusunuz. Sizə görə yenə də canımı qurban verərəm sizin kimi insanlara görə. Çünki sizin kimi vətənin qeyrətli qızlarına, oğlanlarına görə canımı qurban verərəm. Amma mən sizə bir söz deyim ki, mən bu məmurların ikisindən də ehtiyat edirəm. Mən sizə deyirəm, bax valla, bunlardan mən kəndə çıxıram, mən ehtiyatla çıxıram. Çıxıram mən kəndə çıxanda atamla anam çöldə çıxırlar görək kimsə nəsə eləmir, kimsə eləmir. Atam kənardan məni izləyir, kimsə görüb ilişmir ortalıqda. Bunlardan mən ehtiyat. Azər Qocayevdir, Kəlbəcər rayon maliyyə şöbəsinin sədridir, bir də Həsən Qəniyev. Bu üçündən mən ehtiyat edirəm. Bu üç məmurlardan ehtiyat. Çünki onlar Dələduzun tərəfdarıdır. Dələduzu gizlədən bax bu üçüdür.